Bakı Slavyan Universitetində inklüziv təhsildən inklüziv cəmiyyətə, bərabər imkanlar və dayanıqlı inkişaf adlı 3-cü beynəlxalq elmi praktiki konfransın açılışı baş tutub. Bakı Slavyan Universitetində təşkil olunan inklüziv təhsildən inklüziv cəmiyyətə, bərabər imkanlar və dayanıqlı inkişaf 3-cü beynəlxalq elmi praktiki konfrans keçirilib. Konfransın əsas məqsədi pedaqoji kadr hazırlanmasında inklüziv yanaşmanın tətbiqinin təşviqi, inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi və inklüziv təhsil və təhsildə inklüzivlik məsələlərinin davamlı müzakirə platformasının yaradılmasından ibarətdir. Konferansın açılış mərasimində Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqafor Qırğızbayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Milli Məclisin deputatları Mehriban Vəliyeva və Nigar Məmmədova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova, BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, DOS İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, Birgə və Sağlam İctimai Birliyinin Autizm Mərkəzinin direktoru Aytən İnalova, eləcə də Polşa, İtaliya və Finlandiyadan dəvət olunmuş tanınmış alim və mütəxəssislər, Bakı Slavyan Universitetinin professor müəllim heyəti və digər qonaqlar iştirak ediblər. Artıq 3-cü dəfə təşkil olunan inklüziv təhsildən inklüziv cəmiyyətə, bərabər imkanlar və dayanıqlı inkişaf adlı beynəlxalq elmi praktiki konfransın əsas məqsədi inklüziv təhsilin təşkili, müəllim hazırlığı və inklüziv cəmiyyətin formalaşmasında təhsilin rolu ilə bağlı elmi müzakirələri təşviq etmək, eləcə də mövcud təcrübələrin paylaşılması üçün elmi platforma yaratmaqdır. Keçirilən konfransın əsas məqsədlərindən biri inklüziv təhsilin elmi, pedaqoji və ictimai aspektlərinin müzakirəsini təşkil etmək, beynəlxalq təcrübəni öyrənmək və ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparmaqdır. Konferans çərçivəsində müzakirə olunacaq mövzular, təqdim olunacaq məruzələr və fikir mübadilələri cəmiyyətimizin hər bir üzvü üçün inklüziv və dayanıqlı gələcək qurmaq istiqamətində atılan vacib addımlardan biri olacaqdır. İnklüziv təhsilin təşkili və inkişafı, o cümlədən müasir tələblərə cavab verən pedaqoji yanaşmaların tətbiqi, universitetin fəaliyyətinə prioritet istiqamətlərdən birinə çevrilib. Son illər ərzində Bakı Slavyan Universiteti inklüziv təhsilin nəzəri və praktik aspektləri üzrə aparıcı tədqiqat və tətbiq mərkəzlərindən birinə çevrilmiş, bu sahədə əldə olunan nailiyyətlər həm ölkə daxilində, həm də beynəlxalq elmi platformalarda bölüşülmüşdür. Bugün Bakı Slavyan Universitetində inklüziv təhsildən inklüziv cəmiyyətə adlı 3-cü beynəlxalq elmi konferansımızı keçirdirik. Bu konferansın əsas məqsədi ali təhsil müəssisəsində kadr hazırlığı prosesində inklüziv təhsilin tələblərinin nəzərə alınması və bu istiqamətdə həm müxtəlif ali təhsil müəssisələri ilə birlikdə elmi müzakirələrin aparılması və eləcə də əldə edilmiş nəticələrin tədris prosesinə tətbiqi məqsədi daşıyır. Bilirsiniz ki, ölkəmizdə inklüziv təhsilin təşkili istiqamətində geniş fəaliyyətlər, geniş işlər görülməkdədir. Ölkə rəhbərimiz cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif dövlət proqramları çərçivəsində, o cümlədən 2030 milli prioritetlər çərçivəsində inklüziv cəmiyyətin formalaşması mühüm tələblərdən, mühüm hədəflərdən biri kimi müəyyən olunmuşdur. Bununla yanaşı, bütün ali təhsil müəssisələrində olduğu kimi Bakı Slavyan Universitetinin də üzərinə müəllim hazırlığı kontekstində böyük bir iş düşür. Biz universitet olaraq bu fəaliyyətlərimizdə kadr hazırlığı prosesində, belə deyək, bu konferans vasitəsilə əldə etdiyimiz və edəcəyimiz nəticələrin gələcəkdə həm tədris prosesinə, həm də tədqiqat prosesinə öz töhfəsini verəcəyinə inanırıq. Proses zamanı Elm və Təhsil Nazirliyi, yəni bütün layihəmiz müddətincə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müxtəlif regional təhsil idarələrində, o cümlədən Naxçıvanda müəllimlərin iştirakı ilə müxtəlif sorğular keçirilmiş, ehtiyacların öyrənilmək və bilik və bacarıqlar kontekstində ehtiyacların müəyyən olunması məsələləri aparılmışdır və eyni zamanda da yerlərdə olan həmkarlarımızla birlikdə bu ehtiyacların ödənilməsi ilə bağlı təlimlərin keçirilməsi də gələcəkdə müəllimlər üçün nəzərdə tutulur. Hamınızı salamlayıram. İnklüzivlik dünyavi bir anlayışdır. İnklüzivlik cəmiyyətin bütün təbəqələrini əhatə edir. Həmçinin mən söyləmək istəyirəm ki, inklüzivlik tam bərabər hüquqları təmin etməkdən də daha geniş konsepsiyadır. Biz inklüziv cəmiyyət
cəmiyyət deyəndə əlbəttə ki, həssas əhali qruplarını nəzərdə tuturuq. Həssas əhali qrupları demək müdafiəyə ehtiyacı olan qruplardır. Diqqətə, qayğıya ehtiyacı olan qruplardır. Demək ki, dövlətin resursları bir həmrəy şəklində, istər vətəndaş cəmiyyəti, dövlət sektoru, özəl sektoru birlikdə olaraq bir həmrəylik şəklində bu resurslar məhz həssas əhali qruplarının inkişafı üçün onların problemi müstəqil şəkildə həll etməmələrini nəzərə alaraq o problemləri daha asan şəkildə həll etməmək üçün məhz o resurslar ora yönlənir. Ma'lum ki, O'zbekiston va Ozarbayjon davlatlari o'rtasidagi barcha sohalardagi aloqalar yil sayin rivojlanib bormoqda. Xususan, oliy o'quv yurtlari o'rtasidagi ikki mamlakat oliy o'quv yurtlari o'rtasidagi aloqalar ham rivojlanib bormoqda. Baku Slavyan universiteti bilan Nizomiy nomidagi Toshkent davlat pedagogika universiteti o'rtasidagi barcha sohalardagi aloqalarimiz yil sayin rivojlanib bormoqda. Hozirgi kunda ikki oliy o'quv yurti o'rtasida talabalar ayirboshlash, professor o'qituvchilar ayirboshlash hamda qo'shma yo'nalishlar ochish bo'yicha muzokaralar olib borildi. Men o'ylaymanki, kelajakda bu ishlarni ham yo'lga qo'yamiz. Bugun Baku Slavyan universitetida mana shu inklyuziv ta'lim bugungi kundagi muammolari buni rivojlantirish bo'yicha xalqaro anjuman bo'layotgan ekan. Bu anjumanda biz ham ishtirok etyapmiz va bu borada barcha joylarda ma'lum bir muammolar bor, hamkorlik qilish bo'yicha yetarli masalalar bor. Mana shu masalalar bo'lib o'tadi. Men mazkur Baku Slavyan universiteti jamoasiga muvaffaqiyatlar tilab qolaman va bundan keyin ham bizni Toshkent davlat pedagogika universiteti hamda Baku Slavyan universiteti o'rtasidagi hamkorlik aloqalarini rivojlantirishda izchil faoliyatimizni davom ettiramiz. Bugün biz Bakı Slavyan Universitetində keçirilən növbəti bir möhtəşəm bir konferansda iştirak üçün buradayıq və mən ilk növbədə Bakı Slavyan Universitetinin rektorunu və bütün heyətini təbrik edirəm ki, belə bir ciddi təhsilimiz üçün düşündürücü və prioritet məsələlərə həsr olunmuş konferansa, beynəlxalq konferansa ənənəvi olaraq ev sahibliyi eləyir və bu konferansda bizim dünyanın müxtəlif ölkələrinin, aparıcı universitetlərinin mütəxəssisləri dəvət olunur. O cümlədən ölkəmizdə maraqlı universitetin nümayəndələri, rəhbərləri və konferansda iştirak edir. Bilirsiniz ki, təhsildə inklüzivlik həm dövlət proqramının icrası, bu sahədə olan dövlət proqramının icrası, həm də eyni zamanda təhsil haqqında qanunun müvafiq maddələrinin icrası baxımından kifayət qədər aktualdır və bu gün universitetlərimizin beynəlxalq rəqabət qabiliyyətliyinin artırılması və eyni zamanda universitetlərimizin beynəlxalq reytinqlərdəki yerlərinin müəyyən olunmasında bu indikatorunda mühüm əhəmiyyəti var və buna görə də mütəxəssislərin bir arada inklüzivliklə bağlı konferanslarda, müxtəlif disput və dialoqlarda iştirakı əlbəttə ki, bu sahədə yeni tədqiqatların ortaya gəlməsini və mərkəzlərin yaranmasını labüd eləyir və bu konferansların praktik əhəmiyyəti olubdur. Artıq ötən illər ərzində bu konferanslarda iştirakdan irəli gələn nəticələr müxtəlif universitetlərdə mərkəzlərin açılması ilə nəticələnib. O cümlədən Bakı Slavyan Universitetində belə bir mühüm mərkəz yaranıb və artıq bu ildə Naxçıvan Dövlət Universitetində biz inklüziv təhsil mərkəzinin açılışını eləmişik. Bundan qabaq biz birinci Respublika İnklüziv Təhsil konferansının gedişində biz bu mərkəzin açılışını eləmişik və bu mərkəz ətrafında bizim bu sahədəki tədqiqatçılar cəmləşir. Həm təhsilin magistratura səviyyəsində, həm doktorantura səviyyəsində olan tədqiqatçılar artıq bu sahədə müxtəlif elmi tədqiqat işləri, mövzuları yerinə yetirirlər və bu sahədə də əlbəttə ki, yerli və beynəlxalq əməkdaşlıq mühümdür və bu işdə də öncüllük edən Bakı Slavyan Universitetini bu uğurlu layihə münasibətilə təbrik edirəm.